Mart ayının 24'ü 2025-ci il Ağdam rayonunun Şıxbabalı kəndinin qəhrəman şəhidləri və Şəhidlər Xiyabanı və Şıxbabalı kəndinin mənfurlar tərəfindən dağıdılmış qəbirstanlığı. Çox dəhşətli bir mənzərədir. Qəbirlər hamısı yerlə yeksan edilir. Bir dənə salamat qəbir yoxdur. Hamısı dağıdılıb. Allah lənət eləsin bunlara. Bir dənə ayaq üstü olan başdaşı yoxdur. Hamısı sındırılıb, dağıdılıb. Bunlar da hamısı məqsəd yönlü formada olunub, yəni bilərəkdən olunub. Allah rəhmət eləsin. Ad yoxdur, Hüseynoğlu 40-cı təvəllüd 92-ci ildə rəhmətə gedib. Bax, belə qəbirstanlıq bu vəziyyətdədir. Allah bir daha lənət eləsin mənfurlara. Burada da şəhidlərimiz, Allah hamısına rəhmət eləsin, Allah bayrağımıza daima uca eləsin. Bu da ilk şəhidlərimizdən biri olan Quliyev Bəxtiyar Zahidoğlu. Allah rəhmət eləsin, Allah Səlmə xalıya da rəhmət eləsin. Onun anası təmənnasız gəldi bizdə. Yemək pişirdi, əsgərlərə qulluq elədi. Hamısının məqamı ucu olsun. Burada əziyyət olan qardaşlara da təşəkkür eləyirəm ki, gəlib burada gözəl belə bir xiyaban yaradıblar.